Digər sualımız budur. Bu da qəbul ən çox düşən suallardan biridir. Deməli, bizim informasiyamızın həcmi 20% artıb. İşləmə sürəti də 5 megabaytı 1 saniyəyə keçir. İlkin həcmimiz 50 megabaytdır. Deməli, nə edirik? Biz ilkin həcmini götürürük 50 megabaytı. 50 megabaytı 20% artımı. Yəni 50-nin 20%-ni tapırıq. Faiz tapmada belədir. 50 vurulsun 20 bölünsün 100. Edir 10. Elə artır dediyinə görə mən ilkin həcmin üzərinə tapdığım rəqəmi gəlirəm. Yəni 50-nin üzərinə 10-u gəlirəm. Edir 60 megabayt. Əgər mənim 5 megabaytım 1 saniyə gedirsə, yazırsınız 5 megabayt 1 saniyə gedirsə, 60 megabayt neçə saniyə gedəcək? 60-a da götürürük x. Yəni, belə baxanda 60-ı konkret olaraq 5-ə bölürük, eləyir 12 saniyə.